sizlə görüşəndə monumental sənət əsəri olan Möminə xatun türbəsini biz ətrafında gəzdik. Siz onun tarixi məqamlarını izah elədiniz, göstərdiniz. Bunun özü də bugünə qədər qorunub saxlanılan abidədirsə, demək ki, bəlli bir, siz hətta orada da qeyd etdiniz ki, bəlli bir mücadilədən sonra bizim əldə saxladığımız nümunədir. Arxamızda gördüyünüz, bax bu Xan Sarayının özü də qədim tarixə malik olması və bugünə qədər əgər biz buradayıqsa, demək bu da hansısa genetik qoçaqlığın, genetik mübarizliyin nümunəsi olaraq bizim dövrümüzə qədər gəlib çatıb. Tamamilə doğrudur. Region olaraq biz mübarizə instinktimiz, mübarizə hissimiz, duyğumuz çox yüksəkdir. Və təbii ki, Naxçıvan deyəndə bizim maddi abidələrimiz içərisində bizim Orta əsrlər dövrünün şah əsərlərindən olan Möminə xatun türbəsi gözümüzün önündə canlanır. Möminə xatun bizə çox mesajlar verir və çox sualların cavabıdır əslində. Bu həm tarixçilik baxımından, həm dövlətçilik, həm mədəniyyət yaratmaq, həm də ümumiyyətlə cəmiyyətdəki bu gün qarşılaşdığımız bir sıra sualların həlli baxımından çox vacib bir maddi sübutdur. Birinci ona görə ki, 1000 il bundan qabaq ki, belə bir türk İslam abidəsi bizim torpağın möhrüdür. Abidələrimiz yerə sancılmış bizim möhürlərimizdir. Birinci möhürümüzdür. İkinci, belə bir böyük bir mədəniyyət hadisəsini yaradan xalqın dünyəvi elmlərdən xəbər olmalı idi. Məktəb olmalı idi. 1000 il bundan qabaq, deməli, Naxçıvan görün, mədəni mühiti nə qədər zənginmiş ki, burada belə bir möhtəşəm memarlıq əsəri, Naxçıvanın rənglərinin təsvir olunduğu, Qurani Kərimdən, bizim dinimizdən orada ayələrin həkk olunduğu, Türk Oğuz yurdunun simvollarının əks olunduğu və bütövlükdə memarlıq konstruksiyasının ən incə detallarını daşıyan və 1000 ildə heç dərmənməyən, heç dağılmayan bu qədər ayaqaltı müharibələrə şahidlik eləmiş Naxçıvanda öz varlığını qoruyan bir abidə kimi dəyərlidir. İkinci dəyərlidir, Möminə xatunun bir xanımın şərəfinə olan bir abidə kimi dəyərlidir. Bəzən indi bizə gender bərabərliyindən dərs keçmək istəyən Qərbin bəzi institutlarına Möminə xatun çox böyük bir, tutarlı bir cavabdır ki, bu Naxçıvan, qədim Naxçıvanda çox az saylı kişilərin adına biz abidə tapa bilərik. Naxçıvanın ən möhtəşəm abidələri buradakı xanımların, xatunların adınadır. Möminə xatun, Quydi xatun, Qarabağlar türbəsi, qız qalaları və s. qız bulaqları, qız qalaları. Bizdə xanım, qadın hər zaman qiymətli olub, dəyərli olub. Bu, həm də ona 1000 il bundan qabaq ki, Naxçıvan xanımının şöhrətini, onun dövlətçilikdə yerini, onun öz sərkərdə ilə, öz hökmdarı ilə bərabər Naxçıvanın müdafiəsində, ölkəmizin, Azərbaycanımızın qurulmasındakı xidmətlərini deyir. Bu, Atabəylər dövrünün paytaxtı kimi Naxçıvanda Möminə xatun bu, eyni zamanda şəhərin hakimi kimi, Zahidə xatun, Möminə xatun, bu Naxçıvan şəhərin hakimləri, Naxçıvan şəhərin rəhbərliyi məhz bu xanımlar tərəfindən həyata keçirilir.